Biz birlikdə səfa etmək üçün evlənmişik. Biz bir-birimizə həyan olmaq üçün evlənmişik. Həyatı asanlaşdırmaq üçün evlənmişik, çətinləşdirmək üçün yox. Yaralarımızı sarmaq üçün evlənmişik, yara açmaq üçün yox. Birlikdə yaşamaq yaşamaqdır. Sevməkdir, sevilməkdir, dəyərləndirməkdir. Həyatın əzab-əziyyətlərini, istər ruhi, istər mənəvi, istər maddi, qüssələrini, çətinliklərini, yorğunluqlarını birlikdə aşmaqdır. Mən tək aşacamsa bunları tək yaşayardım da. Niyə evlənmişəm? Bir-birimizin əzabı olmuyor. Bir-birimizin cəhənnəmi olmuyor. Bəzi əzablar maddidir. Buna dözmək mümkündür, yüngüldür çünki. Amma bəzi əzablar çox ağırdır. Xüsusilə mənəvi əzablar. Bu əzabın içində təhqir olunmuşluq hissi var, dəyərsizlik hissi var, tənhalıq hissi var. Bu əzabın içində vəhşət var, qorxu hissi var. Yəni bunların ən yüksək zirvəsini yaşayan insan, acı çəkən insan dərk olunmaya bilərmi həyat yoldaşı tərəfindən? Laqeyd qala bilərikmi, deyə bilərikmi ki, mənə nə? Necə ailə oldu? Bax, biz bir-birimizə bunları eləyirik. Qoy bir dənə ona dərs verim. Bunlar cəhənnəmdir. Cəhənnəmin özü bunlar. O ailə adamın cəhənnəmi olar. Həm bu dünyada, həm o dünyada. Qəbir əzabı olar.